Salam, hər vaxtınız xeyir. Deməli, bu gün sizlərlə past simple, yəni keçmiş zamanın izahına baxırıq. Əsasən təkmilləşdirmə qrupları üçün daha asan izahla bu gün keçmiş zamanı izah eləyirəm. Deməli, keçmiş zaman iki yolla düzəlir. Qaydalı, qaydasız və buna isə ingiliscə deyirik regular and irregular verbs. Qaydalı və qaydasız. Necə düzəlir? Qaydalı yolla, qaydasız yolla. Gəlin öndə ona baxaq. Qaydalı yolla düzələrkən, regular verbslərlə düzələrkən biz feilin sonuna ed əlavə edirik. Necə? Play. Misal üçün, bu necə tərcümə olunur? Oynayırdım, edirdim. Yəni, keçmişdə baş vermiş hərəkətləri bildirərkən biz bu quruluşu düzəldirik. Deməli, necə? Play, played. Oynayıram, oynayırdım. Work, worked. İşləyirəm, işləyirdim. Dım kimi bizim dilimizdə tərcümə olunur. Əgər vaydan əvvəl samit gələrsə, vay düşür, ed əlavə olunur. Misal üçün, cry sözü ağlamaq, vay ilə bitdi. Vaydan əvvəl samit gələndə vay düşür, ed əlavə olunur. Amma buna baxın burada, play sözündə vaydan əvvəl sait var deyə biz sadəcə ed əlavə eləmişik. Amma burada vaydan əvvəl samit var deyə vay düşür, ed əlavə olunur. Deməli deyirik, cry, cried. Ağlayıram, ağlayırdım. Yəni, indiki keçmiş zamanında bu forma ilə düzəlir. Əgər feil samit, sait, üstəgələk samit. Baxın, bu quruluşa baxın. Əgər bu sonluq ilə bitərsə, sonuncu samitdə qoşulaşma baş verəcək və feilə ed əlavə edəcək. Misal üçün, plan sözündə görürsünüz, samit, sait, bir də samit quruluşu ilədir. Və buradakı sonuncu samit neyinir? Qoşalaşır və planed. Stopa baxın. Samit, sait, samit quruluşu ilədir və sonuncu P hərfi neynədir? Qoşalaşdı və ed əlavə olundu. Bəs yaxşı, irregular verbslər necə olur? Uşaqlar, çox kitablarımızın arxasında deməli 3 sıra feillər görürük də. Onlar kökündə dəyişən feillərin siyahısıdır. Biz bu siyahını əzbərləməliyik ki, yəni sırf bunlar neyniyəcək? Kökündən dəyişəcək. Biz bunları bilməliyik. Yəni, irregular verbslər əzbərlənməlidir. Bunlardan sadəcə 2 dənəsini nümunə üçün yazmışam. Go, went. Getmək, getmişdim. Speak, danışmaq, spoke, danışmışdım. Yəni, keçmişi bildirir. Qaydasız feillər mütləq şəkildə kitabın arxasından əzbərlənməlidir. Gəlin indi də keçmiş zamanın sualı nə ilə düzəlir, inkarı necə düzəlir, onlara baxaq. Keçmiş zamanın sualı, past simple'ın sualı necə düzəlir uşaqlar? Keçmiş zamanın sualı did köməkçi feil vasitəsilə düzəlir. Bir dənə diqqət eləməli olan bir yer var, bir nüansımız var. Bunu bütün uşaqlar çaşır. Yəni, bunu eləyəndə artıq demək olar ki, test səhv olur da. Buna diqqət eləmək lazımdır. Diddən sonra zaman, indiki zamana geri qayıtmalıdır. Necə? Gəlin bir dənə nümunə üstündə deyək. They went to park yesterday. Yəni, biz buna sualı nə ilə veririk keçmiş zaman olduğuna görə? Did ilə. Didi önə qoyarıq. Didi qoyduq. Sonra they, sonra amma, bax burada went gəlibdirsə, bu went getmişdim deməkdir. Elə biz bunu indiki zamana geri qaytarırıq. Did they go olmalıdır to park yesterday. Yəni, buna diqqət eləyin. Bütün variantlarda əliyin, variantlara diqqətli olun. Diddən sonra zamanı indiki zamana qaytarmağı unutmayın. Əgər misal üçün play-dirsə, played desə, oradakı id-ni salırsınız, play qalmalıdır. Aydındır? Yəni, diddən sonra zamanı indiki sadə formasına qaytarmağı unutmursunuz. Və inkarı isə didn't vasitəsilə düzəlir. Eynən bunda da elədir. Didn't-dan sonra da zaman indiki zamana geri qayıtmalıdır. They didn't go to park yesterday. Yəni, didn't-dan sonra went artıq verə bilmirəm. Zaman indiki zamana qayıtmalıdır. Qoy ilə deyilməlidir. Və zaman göstəriciləri hansılardır keçmiş zamanın? Yesterday, ago, last ilə olanlar, yəni last week, last month, last year, in my childhood, keçmiş illər, yəni bunlar varsa, bilirik ki, bunu hansı zamanda verməliyik? Keçmiş zamanda verməliyik.